Fəth surəsi 18-ci ayə nə deyir? Ey Peyğəmbərim, and olsun ki, Hudeybiyyədə ağac altında sənə biyyət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini bildi. Onlara öz dərgahından arxayınlıq, qələbə ilə mükafatlandırdı. Əlhəmdülillah. Allah-u Teala nə deyir Quran-ı Kərimdə? Və bu ayə, Ət-Tövbə surəsi 100-cü ayə rafizilərin dinini tarumar edir. Tarumar. Nə deyir? Deyir ki, vəs-sabiqunəl əvvəlun minəl muhacirin və ənsar. Deyir, İslamı ilk əvvəldə qəbul edən muhacirlərdən və ənsarlardan vəlləzinə təbəuhum bi ihsan və gözəl biçimdə onlara tabi olanlardan. Onlara kimlərdən? Onlara kimlərə? Muhacirlərdən və ənsarlardan olanlara. Tabi olanlar, baxın. Nə olur? Başlarına nə gəlir? Radiyallahu anhum və radu anh. Allah onlardan razı qalar, razı olar və onlar da Allahdan. Rafizi Qasım Səfərov cəmaatı aldadır. Orada bəzi yəni güya belə deyir, üsuldan və s. güya öz ağlınca, güya dəlillər gətirir və deyir ki, burada deyir, mənim sözümü rədd eləməyə güya çalışır ki, mən demişəm ki, burada istisna yoxdur. Bəli, istisna yoxdur. Güya dəlil gətirir ki, özdə hansı dəlili? Xeyrun nəsi qarni sümməlləzinə yarunahum sümməlləzinə yarunahum. Yəni, insanların ən xeyirlisi mənim əsnəbə olanlardır, sonra onların ardıcan gələn, sonra onların ardıcan gəlir. Nə əlaqəsi var? Deyir, burada da deyir, istisna olunmuyor. Onun nə əlaqəsi var bununla? Burada, bu ayələrdə görün nə bəyan olunur? Yəni, bu Qasım Səfərov cəmaatı aldadır və elə bir ab-hava yaratmaq istəyir ki, güya ki, Allah-u Teala'nın bu qəbildən olan ayələrdə dediyi razı qalma güya şeydir, müvəqqətidir, daimi deyil. Baxın, ayədə əbədən gedir. Ayənin özündə qeyd olunur ki, radiyallahu anhum və radu anh və əəddə ləhum cənnətin təcri təhtə ələnəru xalidinə fiyhə əbədə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim əcma'in. Deməli, bizim silsiləvi bəhslərimizdən biri də Teymiyyəni müdafiə edən Vəhabinin cavabımızdır. Əlbəttə, cavabına deyəndə ki, heç bir cavab verməyib, bizim nə qədər sahabə mövzusunda, İbn Teymiyyənin yalanları mövzusunda silsiləvi bəhslərimizin heç birinə cavab verməyib. Allah şahiddir, girin bəhslərinə baxın, mövzudan yayınır, başqa mövzulara qaçır. Biz də demişik, bu mövzu bitməmiş, başqa mövzuya getdi, yoxdur. Çünki bu mövzudan sən atlansan başqa mövzuya, o mövzuda başqa mövzuya atlanacaqsan. İmamət mövzusu məsələn, dərslərin birində demişdi, ən rüsvay olduqları mövzulardan biridir. Bu mövzuya cavab vermir, etiraf eləmir. Ona görə ki, istəmir ki, üstün imamət mövzusunda da necə rüsvay olduğunu bilsin. Baxın, deməli, son mövzu nə idi? Son mövzu bundan ibarət idi. Gedir cahilanə, bu cahil insan, gedir 3-4 dənə ayə gətirir ki, orada Allah deyir ki, radiyallahu anhum, Allah onlardan razıdır. Bu insan anlaya bilmir. Mən bunu hələ bura qədər də dəlil gətirdim ki, əgər sən deyirsənsə ki, bu daimidir, bu razılıq və əbədidir, heç bir istisna yoxdur. Mən də Buxardan dəlil qoydum qabağına ki, xeyrul qurun hədisimiz var. Bütün sahabələr və tabinlər xeyirlidir. Orada istisna yoxdur. Amma sən İmam Əlini öldürən şəxsi ki, tabiin olub, bəzilərlər sahabə olub, Allah ona lənət eləsin, onu xeyirli hesab edirsən, Ömər Sədi Şimri, bunları Ubeydullah İbn Ziyadı, bunları sən İmam Hüseynin qatilləridirlər, Allah onlara lənət eləsin, bunları xeyirli hesab edirsən, adam bura qədər başa düşmür. Fəhm eləmir ki, mən nə demək istəyirəm. Sən başa düşmürsən, mən nə demək istəyirəm. Mən demək istəyirəm ki, bu ayədə də xeyirli olmaqları mütləq gəlib, istisna qoyulmayıb. Sən onda bunları xeyirli hesab edirsən, çıx deyinlə ki, biz əhl-i sünnə, əhl-i beytin qatillərini xeyirli hesab edirik. Çıx bunu etiraf elə, rəzil günə qoy özünü. Adam bura qədər dərk eləmir, deyir, bunun nə dəxli var? Əlbəttə ki, sən bunun nə dəxli var əqidəsindən meydana girsən, heç nəyə dəxli yoxdur. Mən də deyim, onda nə dəxli var sənin gətirdiyin ayələrin? Əgər söhbət nə dəxildən, dəxilini izah eləmişəm, sən başa düşmürsənsə, mən neyniyim? Get bir dənə özündən güclü fəhimli bir vəhabi dostuğun yanında, sən izah eləsin, mən nə demək istəmişəm. Baxın, gətirdiyi ayə nədir? Biz ötən bəhsdə Fəth surəsi 18-ci ayədən danışdıq. Hudeybiyyə sülhü, hicrətin 6-cı ilində beyət rizvanı, ağac altında beyət. Gətirdiyi Buxardan dəlil qoydu qabağına ki, bir sahabiyə deyir ki, və sən xoş halva Peyğəmbərə beyət eləmişsən, sahabəsi olmuşsan, deyir, xeyr, biz ondan sonra nə fitnələr eləmişik. Deməli, sahabənin fəhmində sənin batil fəhmin kimi deyil ki, yəni bir dəfə beyət elədik və salam gedək kef eləyib. O cavab vermir buna. Cavab vermir buna. Bilir ki, batil əqidəsi. Ondan sonra gətirdiyi ayə nədir? Əs-sabiqunəl əvvəlun. İlk beyətdə, nüsrətdə, hicrətdə qabağa düşənlərdən Allah razı, Allah onlardan razıdır, bu ayəni gətirir. Bax, mən növbəti dəfə bunun iki şeyxindən, İbn Teymiyyədən, Kəzzab İbn Teymiyyədən, hansı ki 28 yalanını ifşa eləmişik və şeyxləri olan Əlbənidən misal gətirirəm. Görün bu vəhabiləri necə rüsvay eləyiblər. Bax, həmin o ayəni gətirirsən, Əs-sabiqunəl əvvəlun. Doğrar.net saytına müraciət edirik.
Burada bir rivayət qoyulub. Mə xuyyirə Ammarun beynə əmreyni illə ixtarə əsəddəhumə. Ravi Ayşədir, möminlərin anası Ayşə. Əlbani gətirib bunu Sahih Tirmizi kitabında. Özü deyir səhihdir, 3799 rəqəmli rivayətdir. Nə deyir? Deyir ki, Əmmar elə bir vaxt iki şeyin arasında qalmadı ki, hər vaxt iki şeyin arasında qalanda onun əsəddini seçdi. Əsəd nədir? Qeyd edir şərhdə. Deyir ki, yaxtaru beynəhuma illə ixtara əsəddəhuma. Ey əsləhəhuma və əsvabəhuma. Yəni ən salih olanını, ən səlahiyyətli olanını, ən məsləhət olanını və ən düz olanını. Saib düz deməkdir. Saib. Əsvab yəni nə? Ən düz olan. Deməli, Əmmar rahimehullah, hansı ki Buxarda deyir ki, səni bir dənə bəği, zalim, həddə aşmış tayfa öldürəcək, Muaviyyənin tayfası tərəfindən öldürülür. Muaviyyə deməli bəğidir. Deməli, burada Əmmar rahimehullah iki şey arasında qalanda ən doğrusunu seçərdi, ən məsləhətli olanı seçərdi. Bunu niyə gətirdik? Bunu ona görə gətirdik ki, yenə dorar.net saytına müraciət edirik. Əlbaninin kitabı Əs-Silsilətü Sahihədən 5-ci cild səhifə 19, isnaduhu sahihun, rivayətin isnadı səhihdir. Deyir ki, an Əbi Qadiyə, bir dənə Əbu Qadiyə adlı biri var, Əmmarın qatilidir, Allah ona lənət eləsin. Səhabidir. Deyir, an Əbi Qadiyə, qalə səmi'tu Əmmar ibn Yəsirin yəqa'u fi Uthmanə yəştumuhu bil Mədinəti. Deyir ki, mən eşitdim Əmmar ibn Yasir Osman haqqında pis danışıb onu Mədinədə söyürdü. Bu rivayətə qayıdacaq. İsnadı səhihdir. Əlbani deyir ki, isnaduhu sahihun, isnadı səhihdir. Sual, əgər sən cahilin dediyi kimi o ayələr daimi olsaydı, bütün sahabələrdən ölənə qədər Allah razı olsaydı, niyə Allahın razı qaldığı Əmmar, digər Allahın razı qaldığı Əbul Qadiyəni söyür? Allahın razı qaldığı şəxs Əmmar söyür. Sən Əmmardan ağıllısan, hə? Bildin ki, bu ayələr daimi dəlalət edir, istisnasız dəlalət edir. Hər nə qələt edirsən elə Allah səndən razıdır, amma Əmmar bilmədi də, düzdür? Sən onda özü Əmmardan ağıllı hesab edirsən. Əmmar Osmanı söyürdü. Hədis də isnadda səhihdir. Hünərin var, çıx cavab ver buna. Başqa mövzulara atlanma. Hələ buna cavab ver, sonra başqa mövzularda da inşallah rüsvay olarsan. Davam edirik. Həmin dorar.net saytında Əs-Silsilətü Sahihə 5-ci cild səhifə 19 isnaduhu sahih Əlbaninin kitabıdır. Bunu deyəndən sonra ki Osmanı söyürdü, deyir fətəvəəttuhu bil qatli. Onu qətillə hədələdim. Dedim səni öldürərəm. La ilahe illallah. Bu cahilin başa düşdüyü sahabi, hansı ki Allah ondan qiyamətə qədər razıdır, başqa sahabinin deyir ki, səni öldürərəm. Hədəliyir onu. Qultu ləin əmkənəniyəllahu minkə ləəfələnnə. Dedim, əgər Allah mənə imkan versə, məni qadir eləsə səni, bu işi yerinə yetirərəm, səni öldürərəm. Sonra deyir, Siffin döyüş olanda Əmmarı deyir, öldürdüm. Onu vurdum, fəvəqəə fəqətəltuhu. Yerə yıxıldı və onu öldürdüm. Fəqilə deyildi, qətəltə Əmmar ibn Yasir, Əmmar ibn Yasiri öldürdün. Və uxbirə Amr ibn-ül Asi fəqalə səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqulu qatulu Əmmarin və salibuhu finnari. Deyir, deyildi ki, sən Əmmar Yasiri öldürdün. Əmr ibn Asad xəbər verilmişdi ki, dedi ki, mən Allah Rasulundan sallallahu aleyhi və səlləm eşitdim ki, deyir, Əmmarın qatili və onu qarət edən şəxs finnari cəhənnəmdədir. Deməli, Əbul Qadiyə nədir? Cəhənnəmdədir. Bir nəfər deyə bilər ki, hardan deyirsən ki, Əbul Qadiyə sahabə olub? Minhəcü Sünnət-i Nəbəviyyə kitabına müraciət edirik. İftira cəridəsi, təhqiq doktor Muhammed Rəşəd Səlim, Kəzzab Şeyx İbn Teymiyənin kitabı Əl-Cüz'us Sədis 6-cı cild səhifə 333-də. Deyir ki, vəqilə və deyildi, kənə mə'a Muaviyyətə ba'dus sabiqinəl əvvəlin. Deyir, Muaviyyə ilə bəzi əs-sabiqunəl əvvəlin var idi. Həmin o cahil deyir, Quran ayəsi əs-sabiqunəl əvvəlin. Hicrətdə ilk qabağa düşənlər Allah onlardan razı olar, Allahdan razıdır. Və innə qatilə Əmmar ibn Yəsirin huvə Əbul Qadiyə. Deyir, Əmmar ibn Yəsirin qatili Əbul Qadiyədir və kənə mimmən bəyə təhtə şəcərəti. Ağac altında beyət edənlərdən idi. Həmin Rizvan beyəti, Hüdeybiyyə sülhündə, hicrətin 6-cı ilində. Və humus sabiqunəl əvvəlun. Və onlar hicrətdə ilk qabağa düşənlərdilər. Zəkərə zəlikə ibn Həzm və qeyruhu. Bunu İbn Həzm, sünni alimi və ondan başqa alimlər qeyd ediblər ki, bəli, Əbul Qadiyə nədir? Sahabidir, ağac altında beyət edənlərdəndir və əs-sabiqunəl əvvəlundan olan şəxsdir. Həmçinin bir qədər əvvəl qeyd etdiyimiz Silsilətül Əhədis Sahihə kitabına müraciət edirik. Əlbaninin təəlifi 5-ci cild səhifə 19.
O rivayəti ki, bir qədər əvvəl qeyd etdik, Səmi'tu Ammar ibn Yasirin yaqa'u fi Uthman və yəştumuhu bil Mədinə. Deyir, eşitdim Ammar Yasir Osman haqqında pis danışır, onu Mədinədə söyür və vəd etdim ki, təhdid etdim onu qətllə ki, səni Allah mənə imkan versə səni öldürəcəyəm. Və Siffin döyüşü olanda deyir, Ammar gördüm insanlar hücum edir, dedilər bu Ammardır və deyir mən onu vurdum, yıxıldı fəqətəltuhu və onu öldürdüm. Sonra deyir, dedilər ki, sən Ammar Yasiri öldürdün. Əmr ibn As deyir ki, mən eşitdim Peyğəmbərdən, Peyğəmbər buyurub ki, Ammarın qatili və onu qarət edən şəxs cəhənnəmdədir. Əlbani deyir ki, qultu və həzə isnadun sahihun. Əlbani deyir, mən dedim bu səhih isnaddır. Ricalı da siqədi etibarlı insanlarla ricalu muslim, muslimin ricalıdır. Və Əbul Qadiyyəti huvəl Cühəni. Və Əbul Qadiyyə huvəl Cühəni. Əbul Qadiyyə Cühənidir. Və huvə sahabiyyun, sahabidir. Kəmə əsbətə zəlikə cəm'u. Necə ki, cəm halda neçə nəfər bunu ispat ediblər. Sonra bu Şeyx Əlbani Vəhabilərin şeyxi görün necə Vəhabilərin əqidəsini rüsva edir. İnsaflı olduğuna görə bir qədər bu mövzuda Vəhabiləri rüsva eləyib və çıx ey İbn Teymiyəni müdafiə edən yalancı, iftiraçı Vəhabi, cahil Vəhabi buna cavab ver. Deyir ki, وَالظَّنُّ بِالصَّحَابَةِ فِي تِلْكَ الْحُرُوبِ أَنَّهُمْ كَانُوا فِيهَا مُتَأَوِّلِينَ وَلِلْمُجْتَهِدِ الْمُخْطِئِ أَجْرٌ وَإِذَا ثَبَتَ هَذَا فِي حَقِّ آحَادِ النَّاسِ فَثُبُوتُهُ لِلصَّحَابَةِ بِالطَّرِيقِ الْأَوْلَى. Deyir ki, sahabələrin haqqında zənn etmək həmin o döyüşlərdə, bu Siffin döyüşündə baş verib də bu qətl hadisəsi. Ki onlar yəni ictihad eləyiblər və xəta, səhv ictihad eləyən üçün bir savab var. Bunlarda qayda var axı, özlərindən uydurublar ki, hakim hədisdə hakim gəlib. Bunlar deyirlər alim müctəhid ictihad eləsə, düz ictihad eləsə 2 savabı var. Səhv ictihad eləsə 1 savabı var. Deyir biz bunu götürsək ki, xətakar müctəhidin bir dənə əcri var. Bu deyir adi insanlar haqqında sabit olsa, sahabənin haqqında təriqə övla, yəni çoxdandan bizim dildədirsə övləviyyət babından bunlar daha çox belə qəbul edilməlidirlər ki, yəni səhv xəta ictihad eləsə 1 savabı var. Əlbani bunu qeyd edəndən sonra deyir ki, və əqulu, mən deyirəm, həzə haqqun, deyir bu düzdür. Lakinnə tətbiqəhu alə kulli fərdin min əfradihim müşkilun. Deyir və lakin bunun bütün fərdlər haqqında tətbiq olunması deyilməsi nədir? Problemli məsələdir. Deyir, İzlə yumkinul qavlu bi ənnə Əbə Qadiyə əl-qatilə li-Ammarin mə'curun li-ənəhu qətələhu müctəhidən. Deyir, çünki mümkün deyil ki, biz deyək ki, Əbul Qadiyə Ammarın qatili mə'curdur, əcr alacaq. Niyə? Çünki müctəhid olub öldürüb də. Səhv eləyib, yaxşı, səhv edib bir dənə əcr verir ona. Niyə deyir düzgün deyil? Və Rasulullah sallallahu aleyhi və səlləm yəqul qatil Ammarin finnar. Peyğəmbər bir halda ki, buyurur ki, Ammarın qatili otdadır. Yəni deyir ki, sənə ey cahil Vəhabi, sən deyirsən ayələr mütləq gəlib, daimi gəlib. Xeyr, belə deyil. Bu qaydavuz da mütləqdir də. Bir alim müctəhid ictihad eləsə, səhv ictihad eləsə 1 savab var, düz ictihad eləsə 2 savab var. Əlbani deyir, xeyr, düzgün deyil bu. Niyə? Çünki Peyğəmbər deyir, Ammarın qatili otdadır. Sən necə deyə bilərsən ki, müctəhiddir, xəta eləyib bir dənə savab verir? 1 savab verilən şəxs cəhənnəmdə olar. Bax, sahabi cəhənnəmdədir. Hansı sahabi? Əs-sabiqunəl əvvəlindən olan sahabi, ondan sonra təhtəşşəcər ağac altında beyət eləyən sahabi. Əlbani deyir ki, Peyğəmbər hədisdə var ki, bu şəxs otdadır. Sən necə deyirsən ki, bu adam ictihad edib bir dənə savab verir? Həmçinin necə deyirsən ki, bütün daimi olaraq bu insanlardan Allah razıdır? Heç bir istisna yoxdur. İstisna bax budur. Sən cahilsən, usulü bəhs qoydum qabağıma, yenə cahillik elədin, dedin ki, nə dəxli var ki? Sənin ayələrin nə dəxli var onda? Düşünmədən sən nə dəxli sözün üçün heç bir şey dəxli yoxdur. Bir düşün də, Allah ağıl ver baxı. Ayələr ümumi gələ bilər. Həmçinin mən qeyd etdim ki, digər ayələr deyir ki, iman gətirib salih əməl sahibləri. Xırdala görə mömin kimə deyirsiniz? Muaviyə sübut elə görə mömindir. Fərz elə ki, mömin oldu, salih əməl bəs hərəkətdir. Sən cahil onlardan yayınırsan, üsul bəhsi qoyuram qabağa, ondan da nə dəxli var adıyla yayınırsan, sonra deyirsən ki, bəs Rafizə yalan deyir. Bax, şeyxun nə deyir? Şeyxun deyir ki, Ammarın qatili, baxmə sahabidir, otdadır, cəhənnəmdədir. Niyə? Çünki Peyğəmbər deyib bunu. Bu, Peyğəmbərin dediyi söz nədir? Müxəssis ünvanında xüsusi bir bəhsdir, dəlildir, gəlib nə edir? Sənin ümumi hesab etdiyin ayələr ki var, Allah hamısından əbədi olaraq razıdır, gəlir deyir, yox, əbədi olaraq razı deyə bilər.
Amma içindən bəziləri istisnadır. Və həmçinin də o daimi deyil heç vaxt. Niyə? Ona görə ki, bu insanlar yaxşı iş görmüşlər, Allah onlardan razı oldu. Heç bir ağıllı adam düşünə bilməz ki, bir nəfərin Allah bir dəfə razı oldu beyətə görə. Sonra nə qələt edir eləsin. Vursun Ammar Yasir öldürsün, Allah bunu yenə cəhənnəm, yenə bunu cənnətdə qərar verəcək. Yenə bundan razıdır. Bu Vəhabi ağlıdır. Bu İslamın məntiqi deyil. Ondan sonra deyir ki, fəs-savabu ən yuqalə, düz olan budur ki, deyilsin innəl qaidətə sahihatun, bu qayda düzdür. Yəni bir düz ictihad eləsə 2 savab var, səhv ictihad eləsə 1 savab var. İlla ma dallət dəlilul qati'u alə xilafiha. Amma onun xilafına bir dəlil gəlsə, qəti dəlil, bu istisnadır. Bax, bu da sənə istisna dərsi. İndi çıx, ey cahil, öyrəndin üsul bəhsini, çıx buna cavab ver. Ondan sonra gedərik başqa dediyim məsələlərə. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.